Çox sağ olun. Siz biz... Ay, nə gözəldir. Çox gözəldir. Çox sağ olun. Minnətdaram. Çox sağ olun. Zəhmətiniz çox böyükdür. Siz çox bəli, hər ikiniz daram sizə. Yəni bu əlimdə tutduğum kitabı da böyük bir əmək sərf olunur. Buna görə sizə və təşəkkür edirəm. Sağ olun. Çox sağ olun, təşəkkürlər. İndi isə Azərbaycan Tarixi Muzeyinin Təsviri Materiallar Fondunun müdürü, sənətşünası üzrə elmlər doktoru, dosent, molekulyar portalikalsiya birinci müəllifi, çox hörmətli Nardanə Yusifovaya söz verilir. Alqışlayın. Çox sağ olun, Allah razı olsun. Mən sizi təbrik eləyirəm, hər birinizi. Belə bir tədbiri yaratmaq, düzmək, qoşmaq onun özü bir idarəçilikdir. O idarəçiliyin başında siz və Vüsəli xanım durursa, çox əziyyət çəkmişsiniz. Əziyyətiniz təbii ki, Allah tərəfindən yəqin olunacaq. Mənim çox danışmaq istəmirəm, ancaq bir dənə cümləni deyəcəm. Yaradıcı insanlar özləri bilmirlər ki, onlar yaratdıkları ilə insanlarda hansı emosiyanı yaradırlar. Tamaşaçılarda hansı emosiyanı araya ərsəyə gətirə bilər. Bu, yəqin ki, çoxları bilir, insanların bədənində 5 dənə hormon maddə var ki, onlar xoşbəxtlik hormonu yaradır. Onlardan serotonin, dopamin, oksitosin və ilaxırə. Və onların da hər birinin molekulyar quruluşu var. Təbii ki, mən də onunla məşğul olduğuma görə, onu da xalçaya köçürə bilmişəm yəqin. Allah'a şükürlər olsun ki, Allah icazə verir. Ancaq sizin bir əsəriniz, belə bir tədbiriniz, belə bir işiniz, o ən azı o qrupdakı yazılarınız var. İnsan o yazıların özünü oxuyanda insanda qəribə bir hiss yaranır. Buna görə Allah'a şükürlər olsun ki, bu hissi Allah bizlərə verə bilir. Şükürlər olsun, sizi təbrik eləyirəm. Can sağlığı, belə tədbirləriniz davamlı olsun inşallah. Əziyyətiniz yerdə qalmaz yəqin. Hər kəs buradan bir gözəl enerji ilə gedir. Sağ olun. Nardana xanım, bizim də sizə kiçik bir hədiyyəmiz var. Kiçik bir suvenir hədiyyəmiz var. Ona görə buyurun. Bu bir əl işidir və... Bəli. Çox sağ olun. Allah razı olsun. Hörmətli qonaqlar, indi isə səhnəyə istedadlı şair publis, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səttar Qarağızını dəvət edirik. Alqışlayın. Hoş gəlmişsiniz Səttar müəllim. Öncəliklə salamlayıram məclisə böyük şəbəslə qatılan yaradıcı insanları. Bugün Təxəyyül Art qrupunun cəmiyyətə estetik zövq aşılayan qrupun, eləcə də milli mədəniyyətimizin, incə sənətimizin, söz sənətimizin bayramıdır. İnsan üçün yaradıcılıqdan yüksək bir sərvət yoxdur. Bu insanların hamısı yaradıcı insanlardır, fəxr ediləsi insanlardır, rənglərin dili ilə danışmağı bacaran insanlardır. Milli mədəniyyətimizi, incə sənətimizi təkcə vətənimizin daxilində yox, onlardan kənarda da şöhrətləndirən, öz əməlləri, ideyaları ilə sabaha töhvə verən insanlardır. Mən o yaradıcı insanların hamısını alqışlayıram. Təxəyyül Art qrupunun gözəl layihələri var.
turları var. Azərbaycanın ən səfalı yerlərinə, Şuşa, Qax, Zaqatala, Gəncə, İsmailli, Qəbələ, Bakının ətraf rayonlarına səyahətlər edən, sərgilər keçirən və milli mədəniyyətimizin incəsənətimizi hər yerdə tanıdan, yayan bir qrupdur. Bu qrupun təsisçisi, rəhbəri Natiq Əzzadəyə rəssam dostumuzdur. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür və qrupun bütün təbliğində, təşviqində böyük rol oynayır. O cümlədən aktivliyi ilə seçilən dizayner, rəssam idarə heyətinin üzvü Vüsalə Yunusovaya da öz təşəkkürümü çatdırıram. Təxəyyül Art qrupunun ən gözəl töhfələrindən biri hər il kitab kataloqu gözəl dizaynla, tərtibatla bu yaradıcı insanlara təqdim etməsidir. Bu çox gözəl bir işdir. Ümumiyyətlə, təxəyyül özünə məxsus özəlliyi ilə bütün gözəllikləri özündə yaşadan bir qrupdur. Mən bu qrupu, İncəsənət qrupunu unudulmaz şairimizin sözləri ilə, Vaqif Nəcəfzadənin sözləri ilə bitirmək istəyirəm. O yazırdı ki, incəsənət sənətlərin gözüdür, xoşbəxtliyin, həqiqətin özüdür. Bir daha bu yaradıcı insanlara davamlı yaradıcılıq uğurları, möhkəm can sağlığı, tükənməz ilham mənbəyi arzulayıram. Diqqətinizə görə sağ ol. Sizə kiçik bir hədiyyəmiz var Səttar müəllim. Kiçik bir suvenir və burada gördüyünüz kimi sizin şeir əks olunub və bu cür suvenir halında sizə təqdim edirik. Çox sağ olun. Hamımızın sevimlisi, qrupun liderlərindən biri olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist İlham Qazaxlının səhnəyə dəvət edirik. İlham müəllim, alqışlayın. Çox sağ olun, təşəkkür edirəm. Mən də öz növbəmdə bu görüş iştirakçılarını salamlayıram. Bütün yaradıcı insanları, ziyalılarımızı, istər rəssam olsun, istər şair olsun, istər sənətin müxtəlif sahələrində çalışan, yaradan insanlarımızı səmimi qəlbdən təbrik edirəm. Natiq bəyin, əziz dostumun bu təşəbbüsü ilə yaradılan bu gözəl qrupun 2 yaşını qeyd edirik. Bu qrupa uzun ömür, davamlı yubiley yaşları, yəni yaşlarını qeyd eləməyi arzu edirəm. Ən xoş arzularımı bildirirəm. Hər bir kəsə işlərində, fəaliyyətlərində uğurlar arzu edirəm. Böyük şairimiz Nizami Gəncəvi deyirdi ki, çalış ki xalqının işi Böyük Nizami deyirdi ki, çalış ki xalqının işinə yara, dünya əməlinlə gelsin zər xəra. Xalq şairimiz Mirvari Dilbazi deyirdi ki, İnci mirvari deyil, əməkdir mənim adım, həyatımda bir gündə əməksiz yaşamadım. Bugünkü bu zəhməti çəkən Natiq müəllimə, Natiq qardaşıma bir daha öz təşəkkürümü bildirirəm və arzu edirəm ki, gələcəkdə yeni uğurları ilə bizləri sevindirsin və yolda yazdığım kiçik bir şeirlə bir daha bu Təxəyyül Art qrupunu təbrik edirəm və öz xoş arzularımı bildirirəm. Əməllər düz olsun, niyyətlərsə saf,
Gitməsin qəlblərdən ədalət, insaf. Olmasın həyatda ələtsiz xəstə. Qalmasın bir canlı dəmir qəfəsdə. Döysün qapıları şənlik, səadət. Qəlbləri oxşasın sevgi, məhəbbət. Çəkilsin ümidin üstündən duman. Günaş nur eləsin, var olsun güman. Yaşasın qardaşlıq, dostluq, ehtiram. Könlüm bu ülfətdən qoy alsın ilham. Var olun əziz dostlar, sağ olun. İlham müəllim, sizə də kiçik bir hədiyyəmiz var. Gözəl çıxışa görə. Buyurun. Hədiyyədə sizin öz şeiriniz həkk olunub. Buyurun. Minnətdaram, çox sağ olun. Bu hədiyyə kiçik olsa da mənim üçün böyük və dəyərlidir. Var olun, uğurlar sizə. Təşəkkür edirik, minnətdaram. Öz ürək sözlərini söyləmək üçün söz texnika üzrə Elmlər namizədi Gülara Ələskirova söz verilir. Alqışlayın. Sevimli dostlarım, sevimli təxəyyülçülər, sevimli təxəyyül alt qrupunun iştirakçıları, sevimli təxəyyül ailəsi, hamınızı salamlayıram. Biz gözəl bir tarixi şahidlik edirik. Bu tarix Azərbaycanın mədəniyyətinə önəmli yer tutanlar bir tarixdir. Çünki burada bizim millətlərin dostluğu, millətlərin bir-birinə bağlılığı hər şey əhatə edilmişdir. Bu bizim mədəniyyətimizin ən böyük zirvəsidir. Bu zirvəyə bizə çatmaq üçün bizim gözəl qrupun yaradıcısı Natiq bəylə Hüsələ xanımın böyük köməyi olub. Biz fəxr edirik ki, bizim belə gənclər var. Biz buna nail oluruq və sürətli addımlarla yavaş-yavaş olsa irəliyə doğru gedirəm. Mən inanıram ki, vaxt olacaq ki, təxəyyül nəinki tək bir Bakı və yaxud Azərbaycanda, bütün dünyada bu ad təxəyyül kimi öz şöhrətini qazanacaq. Əzizlərim, təsəvvür edin bizim bir məqsədimiz nədir? Hər dəfə mən o sözü demişəm ki, bizim bir məqsədimiz Təbriz, Şam və dünyanın ən mədəniyyət ocaqlarından biri olan Romadan tutmuş və hətta New Yorkun mərkəzinə kimi biz addımlayaq və öz Azərbaycan xalqının birliyini nümayiş etdirək, dövlətimizin qoyduğu bütün dövlətçilik ənənələrinə sadiq olaraq bütün cəmiyyətimizə mehram bir ailə kimi yaşayaq. Mən istəyirəm ki, bizim ailədə yeni bir ailə doğulsun. Biz o ailədə bir ailəçilik ənənəsini qoyaq. Mən sizlə fəxr edirəm. Uğurlar arzulayıram hər birinizə. Var olun, sağ olun. Sağ olun, təşəkkür edirəm. İndi isə səhnəyə şair publik, Türk Dünyasının jurnalının təsisçisi və baş redaktoru, prezident mükafatçısı Aybəniz Qafarlına dəvət edirik. Alqışlayın. Hoş gəlmisiniz. Hoş gördük, herkesi salamlayıram. Bu günləri bir qələbəni qeyd edirik. Böyük bir layihənin gözəl bir gününü qeyd edirik. 2 yaşınız mübarək olsun. Arzu edirəm ki, 20 yaşınız, 50 yaşınız, 100 yaşınızı qeyd edəsiniz. Uğurlar diləyirəm sizə. Çox danışmayacağım, sadəcə olaraq bir şey deyəcəm. Məni tanıyanlar, yaradıcılığıma belə də olanlar bilir ki, mənim şeirlərim həmişə
vətən, torpaq, millət üstündədir. Bu günləri bir şeirim var ki, hər zaman belə məclislərdə onu səsləndirirəm. Türkçüyəm, Turancıyam. Qanım Türk qanıdır, onun üçün də Dünya Türkün olacaq şeirimi səsləndirəcəm. Yolum Turan yoludur, soyum Türkün qoludur, uludan da uludur, bu hep böyle kalacak. Dünya Türkün olacak. Eğilmez başım benim, göyçə sirdaşım benim, Təbriz yaddaşım benim, Türk tarixə dalacak. Dünya Türkün olacak. Qarabağ qətiyyətim, bir olacak milletim, bitirip bu zilleti, qisasını alacak. Dünya Türkün olacak. Özbek, Qazaq qardaşım, Türkmen canım, qandaşım, Uygur silsə göz yaşın, tüm cahan qurtulacak. Dünya Türkün olacak. Qırğızam, Türk oğluyam, Ötügenə bağlıyam, Qaqavuz, Altaylıyam, Türk Turanı quracaq. Dünya Türkün olacak. Kərkükdən üzübəri, Trakya, Tatar əri, Başqurtlar yenicəri, dik ayakta duracak. Dünya Türkün olacak. Dünya Türkün olacak. Hörmətli qonaqlar, indi isə beynəlxalq Alaş mükafatı laureatı şair dostumuz Əkbər Qoşalını mikrofon dəvət edirik. Əkbər müəllim, xoş gəlmisiniz. Göy üzünə ulduz səp, naxış olsun ilahi. Göy üzünə ulduz səp, naxış olsun ilahi. Arxamca bir camsu səp, yağış olsun ilahi. Qaranlıqlar yarılsın, nə sorğun var sorulsun, axırımız durulsun, alxış olsun ilahi. Xatirəmi ağ saxla, gözlərimi sağ saxla, qoy keçmişdən sabaha baxış olsun ilahi. Əziz Qüsalə, əziz Natiq, biriniz Balaxanıdan, biriniz Babadağdan boy verib Azərbaycan və Türk ədəbiyyatına, mədəniyyətinə, incə sənətinə xidmət etməkdəsiniz, çiyin verməkdəsiniz, ürək verməkdəsiniz. Sizi, sizin komandanızda, sizin timsalınızda bütün təxəyyülçüləri, təxəyyül art qrupunun yanında olan, yolunda olan hər kəsi alqışlayıram, təbrik edirəm, təşəkkür edirəm həm də. Bugün burada bizim dəyərli aydınlarımız iştirak edir, Azərbaycan vətəndaşları, eyni zamanda ayrı-ayrı ölkələrdən də istər qiyabi olaraq, istər bilavasitə iştirak edənlər var. Mənim dostum, qardaşım, Qazaxıstanın görkəmli ziyalısı Sayat Kamşiger də dünəndən artıq bu tədbirlər vəsiləsilə Azərbaycana gəlir. Azərbaycandan onu da bir daha salamlayıram. Ulu Qazaxıstana ülgən məhəbbət deyirəm. Təxəyyülün 2 yaşı qutlu olsun, canınız sağ olsun, işiniz də avand olsun. Sağ olun.
Təşəkkür edirik Əkbər müəllim. Böyük minnətdarlığı bildiririk ki, bizim dəvətimizi qəbul eləmisiniz. Həmçinin Qazaxıstandan olan qonağımızla birgə. Və ona görə də biz istəyirik sizə kiçik bir hədiyyə verək. Və bu ilk öncə bizim türkçülüyümüzü əks etdirən belə bir kiçik bir hədiyyə. Günün uzaq olsun. Bu bayraq əbədi olsun inşallah. Hörmətli qonaqlar, tədbirimizdə Qazaxıstandan fəxri qonağımız iştirak edir. Sayed Kamşiker, xoş gəlmisiniz. Alqışlayın. Kazakistan'dan Azerbaycan ülkesine çok salamlar. Hürmetli Azerbaycanlık ağa bavurlar. Ben kuanıştımın bugün Taxayol Art Grupu'nun 2 yılı kutlu olsun. Natik Mırza bu Kazakistan'ın takiyası sizge basınızdan şeşpey oslay жүріңіз. Bugün Akbar Qoşalының Natik Mırzaның шақыруымен осы фестивальға келіп қатысып жатқаныма қуаныштымын. Мен сіздерге қазақтың милли шаркысы бар, дедім аяу дегенді. Соны сіздерге сөйлеп айтып берейін. Қабыл алыңыздар. Айналайын азым, айдан аппақ сендей жанды ер жігіт қайдан таппақ дедім аяу. Көрмегелай өзіңді көп ай болды-ау, енді аман бол Azerbaycan bауырларым дедім аяу. Албағаштың гүліндей ай, текеметтің гүліндей ай, өтіп дәурен бара жатыр, сізбен бізге білінбей ай. Ай болмаса аспандай, адасадай көтермесе көңілді кір басады дедім аяу. Өткеннен де сұраймын, кеткеннен де Azerbaycan ауылы аман ба деп дедім аяу. Албағаштың гүліндей ай, текеметтің гүліндей ай, өтіп дәурен бара жатыр, сізбен бізге білінбей ай. Өтіп дәурен бара жатыр, сізбен бізге білінбей ай. Sayad Bey, sizə kiçik bir hədiyyəmiz var. Bildiyimiz kimi sizin dünən Şuşa ilə bağlı, Qarabağla bağlı kitab təqdimatımız olduğuna görə biz də sizə kiçik bir hədiyyə veririk. Şuşa ilə bağlı